Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahın salamı, rəhməti və bərəkəti hər birinizin üzərinə olsun inşallah. Əziz tələbələr, təşdidə aid, təşdid işarəsinə aid nümunələrlə qarşınızdayıq. Baxırıq, hə hərfindən sonra gələn qaf hərfinin üzərindədir və üzərində olduğuna görə, fəthə olduğuna görə A kimi qalın hərflərdə səslənəcək. Olacaq həqqa. Sonra digər Rabbu, B hərfinin üzərindədir. Üzərində də damməsi var. Rabbu. İnnə, burada artıq məddə əlifi də var, uzatması. İnnə sözündə nun hərfinin üzərində gələn təşdid onu həm də qunnəli səslənməsini təmin eləyir. Yəni burun boşluğunda 2 səs miqdarında nunun üzərində qalırıq. İnnə uzatmada var. Digər nümunəmiz kullə. Ləm hərfinin üzərindədir təşdid. Yenə də ləm hərfini 2 dəfə tələffüz eləyirik. Kullə. Digər nümunəmiz aləyyə. Yə hərfinin üzərindədir. Burada da yə hərfini 2 dəfə tələffüz eləyirik. Axırıncı nümunəmiz isə kəffəra sözündədir. Fə hərfinin üzərində yazılıb təşdid və 2 dənə fə hərfi tələffüz eləyəcəyik. Kəffəra. Birincisi sakit, ikincisi hərəkəli. Bugünkü nümunələrimiz bu qədər. Allahdan hər birinizə müvəffəqiyyət arzu edirik. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.